Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Salih Məmmədovu səsləyir. Salamlayıram. Mən Lerik rayonunun Mostay kənd sakini Seyfullayev Fayaz Talıboğluyam. Yəni ki, cənab Salih Məmmədov məni gördü, tanıyar məni. Videomuz var, onunla görüşündə şəklimiz var. Cənab Salih Məmmədov, 18 noyabr 2022-ci ildə Astara şəhərində vətəndaşları qəbul edərkən siz şəxsən mənə söz verdiniz ki, sizin Mostay Lerik yolunun 2,5 kilometr yolu mən şəxsən 23-cü ildə asfalt eləyərəm. Cənab Salih Məmmədov, o vaxtdan hələ gözləyir, 23-cü il artıq tutarıb. Hələ bir irəliləyiş yoxdur. Mən sizdən onda xahiş edirəm, dedim Salih Məmmədov cənab. Belə vədi bizə çox veriblər. Çox deyiblər ki, eləyərik falan. Durub əlimi sıxdım, dedim mən sizə kişi kimi söz verirəm ki, o yolu mən asfalt eləyərəm.